Salam, hər vaxtınız xeyir olsun. Demək, bugün biz İPG-dən məntiqi əməllər, qara üzlü İPG-dir bu. Demək, 1-dən 61-ə qədər testimiz var. Bunların izahına bir-bir baxacağım. Aha. Məntiqi əməllərdə biz bilirik ki, bizim qiymətimiz yalnız 0 və 1 ola bilər. Başqa, yəni qiymət almır. Baxırıq belə. Deyir ki, baxın bu bizim verilən ifadəmizdə buradan alınan cavabı istəyir bizdən. X-in yerinə 2 qoyuruq. T böyükdürmü? T böyükdürmü 2-dən? Deyəcəm ki, xeyr. Deməli, bura mənə xeyr dediyim üçün 0 qaytarır. Yəni, false qaytarır. Deməli, bura mənə 2 böyükdürmü 2, xeyr, bura mənə 0 qaytarır. Burada konjunksiya var. Bilirik ki, vurma əməlində bu və deməkdir. Bu və deməkdir. Və deyirsə, hər iki, yəni ümumiyyətcə 0 varsa, deməli, burada 0 olacaq. Çünki vurma var. Vurma digər tərəfi də 0 eləyir. Yəni, bura 1 olsa belə, bura 0 qaytaracaq. B3-dür. 3 böyükdürmü 1-dən? Deyəcəm, bəli. 3 böyükdür 1-dən. Lakin, bura 1 olsa belə, ümumi mənə cavab vurma olanda bilirik ki, vurmanın doğruluq cədvəli 0, 1-dirsə, nəticəm 0 olacaq. 0, 0-dırsa, nəticəm 0 olacaq. 1, 0-dırsa, nəticəm 0 olacaq. Yalnız hər iki tərəfin vurması, yəni burada 1 olsaydı, mənə 1-i qaytarardı. Deməli, bura mənə 0-ı qaytardı bu hissə. Keçirik toplamaya. Bura mənə 0 qaytardı. Topla. X böyükdürmü C-dən? X 2-dir. 2 böyükdürmü 1-dən? Deyəcəm, bəli, 1. Deməli, 0 və buranın nəticəsi 1-dir. 0 ilə 1-in toplaması mənə 1-i verir. Çünki toplamanın doğruluq cədvəli hər iki ifadə yalan olanda yalnızca yalan qaytarır. Digər hallarda doğrunu qaytarır. Burada da 0, 1 olduğu üçün mənə 1 qaytaracaq. 0 yox, 1. 1 qaytaracaq. Deməli, cavabımız A bəndi. Hansı doğrudur? Qara dəniz ən böyük dənizdir. Araz çayı Qara dənizə tökülür. Xeyr, Qara dəniz ən böyük dəniz deyil. Kompüterin ən vacib qurğulardan biri prosesordur. Bəli. RAM xarici yaddaşdır. Xeyr, Python tətbiqi proqramıdır. Xeyr, RAM xarici yaddaş deyil. Pythonda proqramlaşdırma alətləridir. Aşağıdakı məntiqi əməliyyatlar hansı ardıcıllıqla yerinə yetirilir? Bilirik ki, ən birinci inversiyanı yerinə yetirməliyik. Yəni, məntiq inkarı. Daha sonra konjunksiya, yəni vurmanı, daha sonra dizunksiya, toplama, sonra implikasiya, ən sonda ekvivalentlik. Deməli, 5, 5, 1, 5, 1, 2, 4, 3. Bu ifadəni deyir, hansı formada başqa göstərmək olar? Gəlin, aydınlıq gətirək. İnkar bilirik ki, veriləni danmaqdır. Baxın, A böyükdür 3 deyir, toplayır, B böyükdür 5 ilə. Bu elə bir və ya deməkdir. Ancaq bunu inkar eləyir hamısını. İndi gəlin birinci bu hissəmizi sadələşdirək. Bura çünki yerində qalır. Bax, bu topla B böyükdür 5 yerində qalacaq. Bunu inkarı A böyükdür 3. İnkarı nədir? A böyük deyil 3-dəndir. Yəni A 3-dən böyük deyilsə nə ola bilər? A kiçik ola bilər 3-dən, bir də bərabər ola bilər 3-ə. Vurma deyilsə, toplama deyilsə, onda nə olacaqdır? Vurma olacaqdır. Toplamanın inkarı vurmadır. Yəni bu və yadır, və yanın inkarı vədir. B 5-dir. 5-dən böyükdür deyir. B 5-dən böyük deyil deməkdir inkar. B 5-dən böyük deyilsə, onda nə ola bilər? 5 ola bilər və 5-dən kiçik ola bilər. Baxın, bu ifadə
ifadənin inkarı mənə bunu qaytarır. Toplama isə yerində qalır. Gəlin baxaq, hansı doğru gəlir. A kiçikdir, bərabərdir 3 və B kiçikdir, bərabərdir 5 toplayaq. B böyükdür 5-dən. Bəli, bu ifadədə D bəndidir. F-in yerinə doğru məntiqi ifadəni seçib. Bu cür ifadə veriləndə bunu necə həll edəcəyik? Hər birini variantlarda yoxluyuruq. Yəni bizdə bunu deyir. F-in nəticəsini istəyir. Bax, bu F-in nəticəsidir. Yəni, bax, bu ifadədən bunları yerinə qoyanda sonda bunu almalıdır. Sonra həmən bu düstura bunları qoymalıyıq. Bax, bu üçünü və sonda bunu almalıyıq. Yəni, bir bunun hamısını bir dənə A variantında yoxlayacaq. Əgər ödəməsə, bax, hər biri ödəyib, bircə dənəsində belə ödəməsə, aha, demək, bir hər birini birinci A variantında yoxlayacaq. Əgər bir dənə biri ödəməsə, baxın, burada hər biri ödəyib. Bir dənə burada 1 yox, 0 alsa, məsəl üçün. Deməli, bu A variantı deyil. Yəni, bunun hər biri uyğun gəlməlidir. Gəlin, baxaq. Deyək ki, A vur B. A vur, birinci düsturumuzu yazaq. B-nin inkarı, implikasiya, A üstə gələk C. İndi baxın, mənə deyir ki, birincidə cavab 1 olubdur. Yəni, doğru alıbdır. İmplikasiya nə zaman doğru olur? İmplikasiya 0, 1 olanda nəticəm 1 olur. İmplikasiya 1, 0 olanda nəticəm yalan olur. Bax, bir dənə bu halda yalan olur. Yəni, bu tərəf 0 olub, 1 olub. Bu tərəf 0 olanda cavab 0 olur. Bu tərəf 0 olub, bu tərəf 1 olanda cavab 1 olur. Bax, bu tərəf 1, bu tərəfdə 1 olanda cavabım 1 olur. Hər iki tərəf yalan olanda yenə cavabım 1 olacaq. Sadəcə nə zaman yalan olacaqdır? Bir tərəfim 1, bir tərəfim 0 olanda bunun cavabı yalan olur. Gəlin baxaq. 1, 1, 1, 1. 1 ilə 1 vurmada bilirik ki, bizə qaytarır 1-i. 1-in inkarı 0. 0. Baxın, ümumiyyətcə 0-da dedik ki, 0 olan halda 1 cavabını qaytarır. Yəni, başda 0 olanda 1 qaytarır. Yəni, bu olsaydı bunu yoxlayardıq. Çünki 0 olanda bu hissəmiz, yəni ikinci hissəmiz 0 olanda yalan qaytarır. Ona görə bunu yoxlamağa ehtiyac olar. Ancaq indi bura 0-dır. 0 halda bura, yəni 0 da olsa 1 olacaq cavab. Bura 1 də olsa cavabın 1 olacaq. Yəni 0 ilə 1 olmaq fərqi yoxdur. Hansı cavabı alsa cavabın 1 olacaq. Deməli, burada 0 aldım və cavab 1-dir. Bəli, bu doğrudur. Yerinə qoya da bilərik. 1, 1 ilə C, 1-in toplaması 1 verir. 0 ilə da 1 mənə 1-i qaytarır. Yəni, ehtiyac olmur yoxlamağa, bura 0 olarsa. İndi baxaq, 1, 1. 1 ilə 1 bizə nə qaytarmışdır? Bizə 1-i, 1-in inkarı 0-ı. Bura 0 olanda dedik ki, cavabımız nə olacaq? 1. Bu doğrudur. 1 ilə 0-ın vurması 0, 0-ın inkarı 1-i qaytarır. Aha, indi bura 1 oldu. Bura 1 olduğu üçün mən buranı yoxlamalıyam. Çünki 1 olan halda, bura 0 olanda ikinci mənə yalan qaytaracaq axı. Ona görə mən bunu yoxlamağa ehtiyac duyuram. Gəlin yoxlayaq. A'mız 1-dir, C'miz də 1-dir. 1, 1. 1 ilə 1-in toplaması 1 qaytarır. Deməli, 1 ilə 1-in implikasiyası da 1-i qaytaracaqdır. Deməli, burada da 1 alıbdır, bu da doğrudur. 1, 0. Baxaq, 1 ilə 0 dedik ki, bura 0 verir. 0-ın inkarı 1-i qaytarır. Və 0 ilə 1-in toplaması nə verəcək mənə? 0 ilə 1-in toplaması mənə 1-i verəcəkdir. Onda deməli,
Burada da cavab doğru gəlir, uyğun gəlir. Keçək bura. Yenə bura 0, 1 olduğu üçün mənə 0, 0'ın inkarı 1'i verəcəkdir. 1 ilə 0'ın toplaması da 1'i verəcək. Bu da doğrudur. 0 ilə 1, 0, 0'ın inkarı 1'i verəcək. 0 ilə 0'ın toplaması 0 verəcək. Deməli, bura 0, bura 1 olan halda cavabım 0 olmalıdır. Həqiqətən də cavabım 0'dır. 0 ilə 0'ın vurması 0, 0'ın inkarı 1'i verəcək. Bura 1'dirsə, 1 ilə 0'ın toplaması da mənə 1'i qaytaracaq. Deməli, bu da doğrudur. 0 ilə 0'ın toplaması, vurması 0'ı, 0'ın inkarı 1'i verəcəkdir. 0 ilə 0'ın toplaması, bax burada 0 ilə 0'ın toplaması 0'ı verir və burada da 1 ilə 0'ın implikasiyası 0'ı verib və bu da doğrudur. Deməli, burada cavab A bəndidir. Yəni, digərlərində yerinə qoysaq, görəsiniz ki, hansısa bir halda ödəməyəcəkdir. Bir daha bunu 1-2 variantla göstərəcəm. Baxın, elə bir A vur B-nin inkarı, implikasiya A üstə gəl C. Yerinə bunu qoyuruq. 1, 1. 1 vur 1. İnkarı, implikasiya 1. Üstə gələk 1. A-nın yerinə 1'dir, C-nin də yerində 1'dir. Baxın, elə bunu həll edirik. 1 ilə 1'in vurması 1'i, 1'in inkarı 0 verir. 1 ilə 1'in toplaması 1'i verir. Çünki bu bilirik ki, riyazi toplama deyil. 1 ilə 1, 1'i qaytarır. 0 ilə 1 nəyi qaytarır? 0 ilə 1, 1'i qaytarır. Cavab 1. Baxın, burada da cavab 1'dir. Keçirik, bunu qoyuruq yerinə. Bax, bu cür 1-1 yerinə qoyub yoxlamalıyıq. İndi burada A ilə B yenə 1-1'dir. 1-1 olanda dedik ki, inkarı bizə nəyi qaytarmışdı? 0'ı. Keçək bura. 0, A-mız 1'dir, C-miz 0'dır. 1 ilə C-nin toplaması 1'i qaytarır. 0 ilə 1'in implikasiyası 1'i qaytarır. Baxın, burada cavab 1'dir. Bu cür yerinə qoyub davam etməlisiniz. Demək, burada baxırıq ki, hamısı 0'dır. Bir dənə hər ikisinin doğru olduğu hal 1'dir. Hər ikisinin doğru olduğu halda 1 olan bilirik ki, məntiqi vurma konjuksiyadır. Burada isə hamısı 1'dir. Sadəcə hər iki A və B-nin hər ikisinin yalan olduğu halda 0 qaytarıbsa, deməli, bu da məntiqi toplamadır, yəni dizunksiyadır. Burada isə yenə bir dənə 0 var. Hansında 0'da birinci tərəf 1, digəri 0 olarsa, bu da bildik ki, implikasiyadır. Bayaq izah etmişdim. Yalnız 1 və 1-də 1 qaytarır, 0 və 0-da 1 qaytarır. Bu da ekvivalentlikdir. Eynilik. Keçəyin riyazi ifadələrimizə, hesablamalarımıza. 3'ünü də 1, 4'ünü də 1 hesablaya bilərik. X'ın yerinə 2 qoyuruq. 2 böyükdürmü 2'dən? Deyəcəm ki, xeyr, 2'dən böyük deyil. Yəni, bura mənə 0'ı qaytarır. 0'ın inkarı, görürsünüz, burada inkar var. 0'ın inkarı mənə 1 qaytarır. Bunu burada yenə bir daha eləyirəm. Bu ifadədir. Bura x böyükdür 3. Əgər bu inkar hər ikisinə aid olsaydı, buradakı kimi mötərizədə olardı. Burada x-imin yerinə 2 verib. 2 böyükdürmü 2'dən? Deyirəm ki, xeyr, ona görə 0 qaytarır. Baxın, 0'ın inkarı mənə 1'i qaytaracaq. Deməli, bura oldu 1. Aha, bura oldu 1. Bura vurma varsa, mən burada 1 olduğu halda mən buranı da yoxlamalıyam. Çünki vurma hər ikisi 1 olan halda 1 qaytarır. X-imiz 2'dir. 2 böyükdürmü 3'dən? 2 böyükdürmü 3'dən? Deyəcəm ki, xeyr. Xeyr olduğu üçün 0 qaytarır. Düzdürmü? Deməli, 1 ilə 0'ın 1 və 0'ın vurması isə mənə 0'ı qaytaracaq. Keçək 11'ə. Demək, x 3'dür. 3 böyükdürmü 2'dən? Bəli, 3 2'dən böyükdür. 3 2'dən böyük olduğu üçün 1'i qaytarır. 1 vuraq. X-in
3'dür. 3 böyükdürmü 3'dən? Xeyr, 0 qaytarır. Və baxın, ümumi mötərizənin qarşısında inkar işarəsi varsa, 1 ilə 0-ın vurması mənə qaytarır 0, 0-ın inkarı 1-i verəcək. X bərabərdir 3. Demək, 3 böyükdürmü 2-dən? Deyəcəm ki, bəli, bura mənə 1-i qaytaracaqdır. Bura 3 böyükdürmü 3'dən? Deyəcəm ki, xeyr, bura mənə 0 qaytaracaq. Qarşısında mötərizəyə alıb inkar işarəsi olduğu üçün bunu inkar edəcək. 1 ilə 0-ın vurması mənə 0 qaytarır, 0-ın inkarı isə mənə 1-i qaytarır. İndi burada bitməyib, görürsünüz, burada toplama var. 1 ilə toplayacaq, x neçədir? 3'dür. 3 kiçikdirmi 5'dən? Deyəcəm, bəli. 1 ilə 1'in toplaması da mənə 1'i qaytarır. Əslində burada toplama olduğu üçün, baxın, mən buradan 1 almışdımsa, bu tərəfi ehtiyac yoxdur hesablamağa. Çünki 1 ilə toplanılan, istənilən ədəd, yəni 0 və yaxud da 1, mülahizə, mənə 1'i qaytaracaq. Yəni doğrunu qaytaracaq. Burada isə A-nın qiymətini özümüz tapmalıyıq. A bərabərdir. 5 böyükdürmü 3'dən? Deyirəm, bəli. Onda deməli, bura mənə 1'i qaytarır. B-yə baxırıq. B bərabərdir. 6 bərabərdirmi 6-ya? Deyirəm, xeyr. Deməli, mənə 0 qaytarır. C-yə baxırıq. 9 kiçikdirmi 12-dən? Bəli. Deməli, bura mənə 1'i qaytarır. A, B, C-nin qiymətləri məlumdur. İndi A-mız A vur B. A neçədir? 1 vuraq B. Yəni 0. Ekvivalentlik C, yəni 1 toplayaq A. A nədir? 1. İmplikasiya B, 0. Bilirik ki, birinci vurma yerinə yetirilir, sonra toplama, sonra implikasiya, ən sonda isə ekvivalentlik. Birinci vuraq. 1 ilə 0-ın vurması mənə 0'ı qaytarır. Bura oldu 0. Ekvivalentlik hələ gözləyir. Sonra toplamanı edirik. 1 ilə 1'in toplaması mənə 1'i qaytarır. Daha sonra, indi mən bu ifadədən sonra hansını yerinə yetirəcəm? İmplikasiyanı. 1 və 0 implikasiya mənə nə qaytarırdı? Mənə 0 qaytarırdı. İndi baxın, alındı bu cür. 0 ekvivalentdir 0. Ekvivalentlikdə dedik ki, eyni ifadə olarsa, bu tərəfdə 0, bu tərəfdə 0 olarsa 1'i qaytaracaq. Hər ikisi eyni olan halda ekvivalentlik 1'i qaytarır. İkilik kodun bir mərtəbəsini yadda saxlamaq üçün tətbiq olunan elektron sxem nə adlanır? Aha, demək, ikilik kodun bir mərtəbəsini yadda saxlamaq üçün bu triggerdir. Toplanmasını yerinə yetirən məntiqi sxem summatordur. Toplayıcının tam toplayıcı və yarım toplayıcı olaraq iki yerə bölünür. Bu təbii ki, cəm və köçürmədir. Yəni, toplayıcıların çıxışı hansı hissələrdən ibarət olur? Cəm, toplayır, sonda cəm və bir yadda köçürməmizi söyləyir. Keçdik 18-ə. Demək, bunun düsturunu məndən istəyir. Bunlar da diqqətli olaq. Bunlar əslində çox maraqlıdır. Demək, bax, bu cür işarə bizdə vədir, yəni vurmadır. Bu cür işarə, çox dərindən çəkdim. Bu cür işarə bax, bu bir yumrudur, bu biraz belə olur. Bu və yadır və ya toplama. Bax, bu cür işarə inkardır. İnkar deyil deməkdir. Aha, gəlin yerinə yetirək. Baxaq, deməli, A, bu nədir? A və B. Aha, A və B. Bura A və B-dir. Bura nədir? A və B-nin inkarıdır bu. Görürsünüz, A və B-nin inkarı
və baxın, bura gəlir A və B-nin inkarı, burada inkar eləyir. Burada gəlir yenə və qoluna, və. Gəlin görək, bura başqa nə gəlir? Bu da bu gəlir. B və ya C. B və ya C. Hər ikisi gəlir, burada bununla birləşir. Bax, bu ifadə gəlir bura. Bu ifadə də gəlir bura. Hər ikisi nə ilə birləşir? Və ilə birləşir. A və B-nin inkarı və B və ya C. Aha. İndi bunun düsturunu quraq. Demək, A-nın inkarı, baxın, A gəlir bura, burada inkar olunur. Və, gəlin görək, nə ilə birləşir bura? Baxın, B-nin inkarı ilə birləşdi. Vədə. Daha sonra gəlir nəyə? Və yaya. Bu ikisi birləşir, gəlir və yaya. Və yaya. Və yaya başqa nə gəlir? Gəlin baxaq. Baxın, bu gəlir. A və B, A və B, A və B gəlir və ya da birləşir. Aha. A-nın inkarı və B-nin inkarı üstə gələk A və B. Aha, C bəndi uyğun gəlir. A-nın inkarı və B-nin inkarı ayrı-ayrılıqda və ya A və B. C bəndi. Aha, deməli, çıxış qiymətini hesablayacaq. Prosesor xarici yaddaş qurğusudur. Xeyr, yaddaş qurğusu deyil. Deməli, bura mənə 0 qaytarır. A-mızın qiyməti oldu 0. B-nin qiymətinə bax. Registr ən sürətli yaddaş qurğusudur. Bəli, ən sürətli yaddaş qurğusudur. B-miz 1-i qaytarır. RAM xarici yaddaş qurğusudur. Xeyr, RAM xarici yaddaş qurğusu deyil. Aha, gəlin baxaq. 0 və 1. 0 və 1. Mən belə edəcəm ki, düsturunu qurum. Bunun düsturu nədir? A və B. A və B inkar eləyir burada və ya ilə birləşdirir C-ni. Aha, indi baxaq. A-mız 0-dır. 0 və 1, B-miz 1-dir. Mənə verəcək 0-ı, 0-ın inkarı mənə verəcək 1-i. İndi buradan aldım mən 1. 1 və ya. Baxın, və ya olanda bu tərəf 1-dirsə, artıq cavab 1-dir. Amma burada C-miz 0-dır. Fərqi yoxdur. 1 üstə gələk 0 mənə 1-i qaytaracaq. Düstur qurub həll edə də bilərsiniz. Bax, bunu isə qiymətlərlə də qoyub həll edə bilərsiniz. Baxın, məsələn, 1, bura 1-dir, bura 0-dır. 1 ilə 0 və ilə birləşir, nə verir? 0 verir. Bura qalır 0. 0-ı inkar eləyir, nə verir? Bura olur 1. Aha, indi mən buranı tapmalıyam ki, buradan görək nə çıxışa verəcək. Bura B-dir. B gəlir, baxın bura. B-miz neçədir? 0. Deməli, bura 0-dır. İndi buranı yoxlamalıyam. C-miz də 0-dır. 2 dənə 0 nə verəcək mənə? 0 verəcək. İndi bu C bura gəlir axı. Bax, C bura 0-dır. Bunu yoxlamaya da bilərdik. Çünki bura 1-dir və ya da bir dənə varsa yetərlidir. 1 və 0-ın toplaması mənə verəcək 1-i. 1 və 0-ın vəsi bu vədir. Mənə verəcək 0. Demək, burada cavab C bəndi. Düsturla yazası olsa A və B inkarı və ya, baxın, və ya gəlirik bura. C və ya C və bu nə ilə birləşir? B və ya C ilə. B və ya
C ilə B və ya C gəlir, burada vədə birləşir. Baxın, düsturu budur. İndi gəlin qiymətini yerinə qoyaq. 1 və 0-ın nə verəcək? 1. 1-in inkarı 0. Görürsünüz, burada da 0-ı bir dəqiqə. 1 və 0 mənə verir 0-ı. 0-ın inkarı mənə verir 1-i. Aha, bura mənə verir 1-i. Gördünüz, burada da 1-i almışam. İndi keçirik bura. C'miz neçədir? 0-dır. C'miz 0-dır. İndi bunu yerinə yetirək. B və C. B hanım? B bir dəqiqə. B və C yox. Burada bir dəqiqə görüm düsturu necə qurmalıydım. Bu hissəmizi bir dənə təzədən quraq. Demək, C və ya ilə gəldi. Birləşdi nə ilə? Və-də. Və nə? Və B və ya C. Aha, burada və yadır. Və deyil. B və ya C. Baxın, burada və ya daxı. Və ya C gəlib birləşir burayla. Aha, bura 0-dır. B və ya C mənə nə qaytaracaq? 0. C neçədir? 0. Burada mənə 0 qaytarır. İndi baxın, 0-la da 0 mənə qaytaracaq. 0-ı 1 dəqiqə. 1 və 1 və 1 dəqiqə bu. Aha, bunu mötərizəyə almamışam axı. Bura mənə 1-i verir. Aha. 1 və bura mənə qaytarır 1-i. 1 və 0 da mənə qaytaracaq 0-ı. Aha. Buranı mən mötərizəyə almalıyam. Ona görə ki, bu ifadə baxın hamısına aiddir. Ona görə mən bunu mötərizəyə almalıyam. Bura mənə qaytardı 0. 0-ın inkarı 1-i. 1 və ya C mənə qaytarır 1-i. Bura olur 1. Ancaq bu hissəm, bu hissəm ikisi də 0 olduğu üçün 0-dır. 1 ilə də 0-ın vurması mənə 0-ı qaytaracaq. Bir daha qoyun düsturu göstərim. Dəqiq açıq şəkildə bunları götürüm. Baxın, bu ifadənin düsturu budur. Aha. A və B-nin inkarı və ya C, amma bunu sonra mötərizəni bağlayırıq. Çünki hamısının cavabı bura gəlir. Bu da eləyir və, bu işarəm vədir. Nə ilə birləşir? B və ya C ilə. Baxın, budur. Cavab 0 eləmişdi də. Yenə A-mız 0-dır, B-miz 1-dir. 0 və 1 mənə verəcək 0-ı, 0-ın inkarı mənə verəcəkdir 1-i. Bura mənə 1 qaytarır, bura və ya olduğu üçün buradan cavab nə gəlsə də bura 1 qaytaracaq. Yenə baxaq, C-miz 0-dır, gəlib burada 0 və 1 mənə 1-i qaytaracaqdır. Və olduğu üçün gözləyirəm, buradan cavab almalıyam, çünki bilirik ki, hər ikisi 1 olan halda 1 olur. Bura 0 olsa 0 qaytaracaq. Baxaq, bura nə gəlir? Bura B və C gəlir. C 0-dır, B 1-dir. 0-la 1 mənə qaytaracaq və ya olduğu üçün 1-i. Bura gəlir 1, burada gəlir 1. 1 və 1 mənə qaytarır 1-i. Görək, bura nə gəlir? Bura 1-dir. Bura isə, baxın, buradan nə gəlir? 0 gəlir. Baxın, yuxarıdan 0 gəlir. 0 və ya 1 mənə 1-i qaytarır. Hər ikisi 1 olduğu üçün və də mənə 1-i qaytaracaq.
Düsturunu yazası olsaq, A və B, görək bunu çıxarda biləcək düstur. A və B-nin inkarı və ya C, aha, və ya C, buradan aldığım cavabı gətirəcəm və ya, bu və ya deyirəm və işarəsi qoyuram. Və ya C, gətirirəm bunu eləyirəm və, nə ilə və? B və ya C ilə. B və ya C ilə, B və ya C gəlir bura. Bu da bunu buna vurdu. Daha sonra bunun nəticəsini, bundan alınan nəticələri gətirir, vurur nəyə? Və nəyə? Bax, bu ifadəyə. Bu ifadə nədir? Bu ifadəmiz nədir? Deməli, A və B, demək, A və B, baxın, A və B-nin birləşməsi bura gəlir. Bura nə gəlmişdi? Bura isə B və ya C. B və ya C. B və ya C. Və ya B və ya C. Baxın, B və ya C gəlir bura və hər ikisi də və ya ilə gəlir bu ifadəyə. Bu da bunun düsturu. Daha dəqiq yazsaq, bu cür yazar. A və B-nin inkarı və ya C bura B və ya C və A və B və ya B və ya C. Dəqiq baxaq. Bunu da möhtərizliyə almalıyıq. Belə. Bax, bu cür. Bunları biz toplama ilə də təbii ki, əvəz edə bilərik. Bu zaman həll etmək daha rahat olur. Çünki bura vurmadır. Bura toplamadır. C. Bura. B üstəgəl C. Bura. A. Bura. B. Toplayaq. B toplayaq C. Bax, bu cür. Oradadır. Qapını. Biz yəqin ki 22-ni etdik. 23-ə baxaq. Bunlar da maraqlıdırlar. Hansı açarların açılması mütləqdir? Baxın. Birinci, lampa yanmalıdır. Lampanın yanması üçün, baxın, bu və qapısıdır. Və qapısında hər ikisi də bir olmalıdır ki, bu lampa yansın. İndi gəlin baxaq bura. Burada bir. Bax, buradan və qapısıdır yenə. Və qapısı nə zaman bir olur? Hər ikisi bir olan halda. Deməli, burada mütləq bir olmalıdır. Burada mütləq bir olmalıdır. Amma bu və ya qapısıdır. Və ya qapısında bura sıfırda olsa, yəni yanmasa, bura mənə biri qaytaracaq. Çünki bir və ya sıfır mənə biri qaytaracaq onsuz da. Yəni, bura açıq ola da bilər, yanmaya da bilər. Ona görə mütləq yanmalıdır birinci və ikinci işıq. Bura yəni yana da bilər, yanmaya da bilər. Amma bura yanmasa, bura mənə sıfır qaytaracaqdır və lampa yanmayacaq. Burada da yenə yandırmalıdır. Yandırması üçün, baxın, və qapısıdır. Və qapısında hər iki yol mənə biri qaytaracaq. Deməli, bura mütləq yanmalıdır. Bura inkardır. İnkar eləyib biri alıbsa, bura onda nə olub? Sıfır olubdur ki, inkar eləyib biri qaytarıb. Və ya qapısı nə zaman yalan olur? Hər ikisi də yalan olan halda yalan olur. Bu və yadır axı. Deməli, bu ikisi də yanmayıbdır. Sadəcə bir dənə bu yanıbdır. Deməli, birinci və ikinci qapı yanmayıbdır. Birinci və üçüncü açar qapalı. Xeyr, birinci və üçüncü, ilk iki açar açıq, ilk iki açar qapalı, üçüncü açar isə açıq olmalıdır. Və C bəndidir burada.
Yandırmalıdır. Yenə və qapısıdır. Hər ikisi 1 olmalı. Deməli, üçüncü mütləq 1 olmalıdır. Bu isə və olduğu üçün yenə hər iki tərəf 1 olmalıdır. Deməli, burada mütləq 1 olmalıdır. Amma bura inkar olduğu üçün 0 olub ki, 0 inkar eləyib 1 alıb. Deməli, bura birinci qapalı olur. Birinci açar qapalı, ikinci və üçüncü açar isə açıq olmalıdır. Y bəndi. Bu Venn diaqramıdır. Venn diaqramında necə edirik? Venn diaqramı bu cür olunur. Demək, bu ümumiyyətcə işarələnir 1, 0-la. Yəni, burada A 1-dir, B yoxdur, B 0-dır. Burada isə B var, A yoxdur. Burada hər ikisi də var. Kənarda isə heç biri yoxdur. Nə A var, nə B var. İndi elə bu ifadələrin yerinə bunları qoyuruq. Hansı ifadədən bir cavab alsaq, ora qaralanmalıdır. Deməli, bizim yalnızca hansı hissəmizdə doğru cavab alıbdır? Qaralanıbdır. Bu orta, bu hissəmizdə A və B-nin kəsişməsində. Bu A və B ifadəsidir. Baxın, yerinə qoyaq, tapaq. 1 və 0-ın vurması mənə nə qaytaracaq? 0-ı. Həqiqətən də 0-dır. Görürsünüz, ağdır. 0 və 1-in vurması nə qaytaracaq? Yenə 0-ı. Həqiqətən də ağdır. 1 və 1-in vurması mənə 1 qaytaracaq. Ona görə buranı qaralayıblar belə. Rəngləyiblər. 0 və 0 vuranda yenə 0 qaytar, ona görə ağdır. Bu niyə ola bilməz? Baxınız, 1 və 0-ın birləşməsi mənə, yəni daha doğrusu toplaması mənə 1 qaytarır. Əgər bu olsaydı, bura rəngli olardı. Amma görürsünüz, rəngsizdir. Bu niyə deyil? Çünki 1 və 1, bəli, 1-i qaytarır. Amma 0 və 0 da bir rəngli olmalıdır axı. 1 cavabını verir ekvivalentlikdə. Burada isə yoxdur o. Yəni, rəngli deyil, rəngsizdir. Rəngsiz olduğu üçün də bura o deməkdir ki, 0 qaytarıbdır. Deməli, ekvivalentlik deyil. İmplikasiyada da bilirik ki, nə zaman 1 və 0 olanda sadəcə ağ qalır. Digər hallarda rəngli olmalıdır. Yəni, 1 və 1-in implikasiyası rəngli olmalıdır. 0 və 1-in implikasiyası rəngli olmalıdır. Bu cür rənglənməlidir. Amma rəngli deyil. Deməli, yanlışdır. Deməli, burada A bəndi. Baxın, burada hər birini rəngləyib, çünki bu məntiqi, yəni dizunksiyadır, toplamadır. 1 və 0 olan halda, baxın, 1 və 0 olan halda toplama bizə 1 qaytarır. Doğru cavab olduğu üçün buranı rəngləyibdir. 1 və 1 olan halda 1 və 1-in toplaması mənə 1-i verir. Ona görə buranı rəngləyibdir. 0 və 1-in toplaması mənə, baxın, bu 1-dir, A-mız 0-dır, bura 1-dir. 0 və 1-in toplaması mənə 1-i verir, ona görə rəngləyibdir. Ancaq 0 və 0-ın toplaması mənə 0 verdiyi üçün rənglənməyib, ağ saxlayıb. Ona görə də bu məntiqi dizunksiya, yəni toplamadır, dizunksiyadır. Bu nədir? Bu ekvivalentlikdir. Çünki baxın, 1 və 1-də mənə 1 qaytardığı üçün buranı rəngləyib. 0 və 0-ın da ekvivalentliyi mənə 1 qaytardığı üçün buranı rəngləyibdir. Elə 1 olan cavablarda rəngləyir. Amma burada 1 var, yəni A var, 0, B yoxdur. B yoxdur deyə 0 qoydu. 1 və 0 olanda ekvivalentlik bilirik ki, 0 qaytarır. Ona görə rənglənməyibdir. Burada isə A yoxdur, B var. Olmayana 0, olana 1 qoyuruq. Və 0 ilə 1-in də ekvivalentliyi 0 olduğu üçün buranı rənglənməyibdir. Bu isə implikasiyadır gördüyünüz kimi. Niyə? Çünki baxın, 1 və 0. A var, B yoxdur. 1 və 0 olan halda implikasiya nəyi qaytarır? 0-ı. Ona görə rənglənməyibdir. Amma digər hallarda 1 və 1-in implikasiyası 1-i qaytarır. 0 və 1-in implikasiyası 1-i qaytarır. 0 və 0-ın implikasiyası
biri qaytar. Ona görə də rəngləyibdir hər birini. Deməli, burada A və B-nin implikasiyasıdır. Anamıza reklamımızı takmayalım. Davam edək. Demək, burada nə deyir? Baxaq, deməli, burada isə 1 və 0 rəngləyib, qalanını rəngləməyib. 1 və 0. Gəlin qoyaq. Bu 1 0-dır, bu 0 1-dir, bu 1 1-dir, bu isə 0 0-dır. Gəlin görək, nə zaman 1 və 0-da doğru cavab alır? İmplikasiyanın sanki inkarıdır. Baxın, A və B deyil. A və B dedik ki, olan halda sadəcə bura rəngli olur. Deməli, bu deyil. A və B-nin implikasiyası olsaydı, bax, bura rəngsiz qalardı, hər yer rəngli olardı. Bu deyil. Ekvivalentlik deyil, ekvivalentlikdə sadəcə 1, 1 və 0, 0 rənglənir. Deməli, ya budur, ya da budur. Gəlin, baxaq. A 1-dir, B 0-dır. 1 və 0-ın inkarı. Gəlin, görək bizə 1 qaytarırmı ki, buranı rəngləyibdir. 0-ın inkarı 1 verir, 1 və 1 mənə 1-i verir. Bəli, bura rəngləndi. Gəlin, bunu yoxlayaq. 1, 1-in inkarı mənə 0 verəcək. 0 və 0 mənə 0 verəcək. Bəli, bura ağdır. Keçək bura. 0, A-mız 0-dır, B-miz 1-dir. 1-in inkarı 0 verəcək. 0 və 0 mənə 0 verəcəkdir. Burada düzdür, rəngsizdir. 0 və 0-ın inkarı 1-dir. 1 və 0-ın vurması mənə 0 verir. Burada cavab budur. Gəlin, bunu yoxlayaq, görəsiniz ki, bu alınmayacaqdır. Baxın, 1 və ya 0-ın inkarı. Bilirik ki, bir toplama olanda bura mənə 1-i qaytaracaq. Bura rənglənir. 1 və 1-in inkarı. Bax, buranı yoxlayıram. 1-in inkarı 0-dır. 1 üstə gələk 0 mənə 1-i qaytarır. Amma bura görürsünüz, rəngsizdir. Rəngsiz olduğu üçün bu deyil. Rəngli olmalıydı. 1 qaytarır axı cavab. Burada da yenə baxın, nə zaman sadəcə 1 cavabını alıb, 0, 1 olan halda sadəcə 1 alıb, qalan hallarda 0 alıbdır cavabı. Yenə bu deyil, bunların artıq biz cədvəlini bilirik, yəni bunların şəkli bu cürdür. Və də bura rəngli olur, yadınızda qalsın. Və ya, burada kənardır. Və ya da hər bir yer rəngli olur. Sadəcə 0, 0 olan halda rəngli olmur. İmplikasiyada hər yer rəngli olur. Sadəcə bura rəngli olmur. Ekvivalentlikdə isə hər yer bir bu kənar rəngli olur. Bir də hər ikisinin birləşməsi rəngli olur. Bunlar rəngli olmur. Bax, bu mənim konjunksiya, implikasiya, disjunksiya və ekvivalentliyin diaqramlarıdır.
Gəlin bunu yoxlayaq. Bu ikisidir. Demək, baxaq. A yoxdur, B var. Əslində budur, cavab yəqin ki, böyük ehtimal. İndi baxın, A bura 1-dir, 0-dır. 1, 0. 1-in inkarı yerinə qoydum. 1-in inkarı 0, 0 və 0 mənə 0 qaytarır. Bəli, bura 0 qaytarıb, çünki rəngsizdir. Ona görə də rəngsizdir. İndi 1-1 yerinə qoyaq. A-nın yerinə və B-nin yerinə 1-1 qoyuram. 1, 1-in inkarı və 1. Baxın, 1-in inkarı mənə 0 verir, 0 və 1 mənə 0-ı verəcəkdir. Deməli, burada rəngsizdir, doğrudur. Yoxlayaq 0 və 0-ı. A-nın inkarı, gəlin bu cür düsturla yazaq bu səfər. A-nın inkarı, A-mız 0-dır, B-miz də 0-dır. 0-ın inkarı 1, vuraq 0, o da mənə 0-ı qaytaracaqdır. İndi bir dənə buranı yoxlayacaq və salam. A-nın yerinə 0-dır, B-nin yerinə 1-dir. 0, 1. A 0-ın inkarı 1, vuraq 1 mənə 1-i qaytaracaqdır. Bəli, buranı da rəngləyib. Deməli, cavab B bəndidir. Burada isə demək bu hər birində 1-0-da, yəni A1, B0 olanda 1 qaytarıb cavab. Baxın belə. 1-0, 1, 1, 0, 1, 0, 0. Deməli, hansında cavab sadəcə yalandır? 0-1-də. 0-1-də cavab yalandır. Qalan hallarda baxın, doğrudur. Gəlin baxaq. Əgər düsturumuz, yenə deyirəm, bu düstur, bunların standart özünün formalarını mən göstərdim. Necə olur? Qalır bu ikisi. Gəlin yoxlayaq. Birinci bunu düsturu qoyaq. A və B-nin inkarı. Baxaq. 1 və 0-ın inkarı. Yəni, bura vurmadı. 1 və 0-ın inkarı. 0-ın inkarı 1 verəcək. 1 və 1 mənə 1 qaytaracaq. Bu doğrudur. Keçək buna. 1 və 1-in inkarı 0. 0 ilə 1 mənə 0 qaytarmalıdır. Görürsünüz, amma mənə 1 qaytarıb. Deməli, bu deyil. İndi bunu yoxlayaq. A və ya B-nin inkarı. Baxın. 1 və 0-ın inkarı 1-dir. Mənə 1-i qaytaracaqdır. 1 və 0-ın inkarı mənə 1-i qaytaracaqdır. 1 və 1-in inkarı 0-dır və ya olduğu üçün 1-i qaytarır. 0 və ya 1-in inkarı 0-dır. 2 dənə 0 toplaması mənə 0-ı qaytaracaq. 0 və 0-ın inkarı 1, 0 ilə 1-in toplaması 1-i qaytaracaq. Bəli, cavab burada B bəndidir. Burada isə, baxın, A və ya B-ni inkar eləyibdir. Sadəcə görürsünüz 0 və 0 da 1 qaytarıbdır. Nə A olsun deyir, nə B olsun. A və B olmasın deyir. Ona görə bu ola bilməz. Burada A və B olsun deyir. Burada deyir B olsun və var. Burada eynilikdir. Eyniliyin cədvəlində burada da rəhli olmalıdır. Deməli, bu deyil, bu deyil, bu deyil. Burada A və A var, B yoxdur. Bu da deyil. A və B olmasın deyir, inkar edir. Bax, burada C bəndidir. Yəni, bunu belə şifahidə tapmaq olar. Ancaq yenə deyirəm, düsturla tapmaq olar. Bura 1-0-dır, bura 0-1-dir, bura 1-1-dir, bura 0-0-dır. Bax, doğruluq cədvəlini bu cür yazırsınız. 0, 1, 1, 1, 0, 0. Düsturu da yuxarı yazırsınız. Məsələn, A inkarı, B inkarı. B inkarı. İndi baxın. 1, 1-in inkarı 0. 0 vuraq, 0-ın inkarı 1. Bura mənə 0 qaytaracaq. Görürsünüz, 1 və 0 rəngsizdir. Deməli, mənə 0 qaytarıb. İndi 0, bunu yoxlayırıq. A 0-dır, B 1-dir. 0 ilə 1-in hər ikisinin inkarı mənə nə qaytaracaqdır?
Sıfırın inkarı 1 qaytaracaq, 1-in inkarı 0 qaytaracaq. 1 ilə 0-ın vurması mənə 0 qaytaracaq. Həqiqətən də 0 ilə 1 rəngsizdir. İndi 1-1-ə baxırıq. Hər birinin inkarı 0, birinin inkarı 0. Hər iki 0 olan halda vurması 0 qaytarır. Görürsünüz, rəngsizdir. İndi buna baxaq. 0-ın inkarı 1, 0-ın inkarı 1. 0 və 0-ın inkarı 1 ilə 1-i qaytarır. 1 ilə 1-in vurması da 1-i qaytaracaq. Həqiqətən də 0 və 0-ı rəngləyibdir. Deməli, burada cavab C bəndidir. Burada isə baxın, hər biri olsun, sadəcə A və B olmasın deyir. A və B olmasın. Deməli, yəqin ki, burada da bu bənd olacaqdır. A-nı inkar eləyir, yəni A. Deməli, bu da mənə deyir, A və B-nin birləşməsi olmasın. Yəni, A-nın inkarı, bir dəqiqə bunu düsturdan tapaq. Deməli, deyək ki, A inkarı və ya B-nin inkarı. Birinci bunu yoxlayaq. Çünki bu deyil. Bu bayaqları göstərdiyim idi. Sadəcə bura rəngli idi. Bu da deyil. Bunları yoxlayaq. Deməli, A-nın 0-ın inkarı 1, 1-in inkarı 0. Hər ikisinin, baxın, toplaması mənə verəcək 1-i. 0-la 1, görürsünüz, bura 0, 1-dir. Bura mənə rəngli verdi. Bura 1, 0-dır, bura 1, 1, bura 0, 0. İndi baxaq, 1-in inkarı, bura A-nın yerinə indi bunları qoyuram. Bu A-dır, bu B-dir. A-nın inkarı, yəni 1-in inkarı 0, 0-ın inkarı 1. 0-la 1-in toplaması 1-i verir. Görürsünüz, bura 1, 0 rənglidir. İndi 1 ilə 1-i hər ikisini inkar edəndə 0 verir. 0-la 0-ın toplaması mənə 0 verir. Görürsünüz, 1 ilə 1 rəngsizdir. 0-la 0 hər ikisinin inkarı mənə 1-i verəcək. Hər ikisinin 1-nin toplaması isə mənə 1-i verəcək və rənglidir. Görürsünüz, burada D bəndidir. Eyni verib, ola bilsin ki, burada düstur fərqlidir. Baxın, eyni ifadədir, sadəcə düsturunu fərqli verə bilər. Deməli, bu, bilirsiniz nədir? Budur. D. Bilirik ki, A-nın və B-nin inkarı mənə A-nın inkarı, toplayaq B-nin inkarını verəcək. Bu da bayaqki kimi yerinə qoyub tapa bilərik. Baxın, bir dənə burada yalan qaytarmalıdır. 1-1-də. 1 və 1. 1 və 1 mənə nə verir? 1-i. 1-in inkarı mənə 0 verir. Görürsünüz, burası 0, rəngsizdir. 1 və 0. 1 və 0 mənə 0 verir. 0-ın inkarı 1 verir. Daha doğrusu, 0, 1. 0, 1. 0-la 1-in vurması mənə 0. 0-ın inkarı mənə 1 verir. 0 və 0. 0 və 0-ın inkarı, bu ikisi mənə 0 qaytarır. 0-ın inkarı 1-i verəcəkdir. Burada isə sadəcə mənə 1-i qaytaran 0 və 0-dır. Deməli, heç biri olmamalıdır. Yəni, nə A olmalıdır, nə B olmalıdır. Yəqin ki, burada da A görə nə ola bilər? Baxaq buna. Deməli, bu deyil. Çünki bu mənə qaytarır A-nın inkarı və ya B-nin inkarını. Bayaqki düsturumuzdur bu. Ola bilsin ki, budur, buna baxaq. Deməli, A-mız, baxın, 1, 0 yerinə qoyaq. 1, 0. A-nın yerinə 1 qoyuram, B-nin yerinə 0 qoyuram. Bunların toplaması mənə verir 1, 1-in inkarı mənə verir 0. Bax, həqiqətən də 1 və 0 rəngsizdir. Bax, bu hissəm rəngsizdir. Keçirəm 1 və 1-i qoyuram. 1 və 1, 1 və ya 1. 1
veya 1 mənə 1-i verir, 1-in inkarı mənə 0-ı verir. Ona görə də rəngsizdir. Keçdik buna 0, 1. A-mız 0'dır, B-miz 1'dir. 0 veya 1 mənə 1'i verir, 1'in inkarı mənə 0 verir. Görürsünüz, rəngsizdir. İndi hər ikisinin 0 olan halına baxırıq. 0 ilə 0 0 verir, 0'ın inkarı 1'i verir. Həqiqətən də buranı rəngləyib. Cəbəndi. Baxın, bu implikasiyanın inkarı olacaqdır. Böyük ehtimal, baxın, yəqin ki, düşünürəm ki, burada cavab budur. Çünki implikasiyada hər yer rəngli olur, bir dənə bura rəngsiz olur. Burada isə əksidir. Bura rənglidir, digərləri rəngsizdir. Ona görə burada B bəndi olacaq. Gəlin yerinə qoyaq. 1, 0 da mənə 1 qaytarmalıdır, əksi olaraq. İmplikasiyada bilirik ki, 1, 0, 0 qaytarır. Digər halların hamısı mənə 1 qaytarır. Gəlin yerinə qoyaq. 1, implikasiya 0. Mənə nə qaytarır? 0. 0'ın inkarı mənə 1 qaytardı. Bax, buranı rənglədi. Keçdik bura. 1, 1. 1, implikasiya 1 mənə 1 qaytarır. 1'in inkarı 0. Görürsünüz, rəngsizdir. Bu isə 0, 1'dir. 0 ilə 1'in implikasiyası mənə 1'i qaytarır. 1'in inkarı 0'dır. Bura rəngsizdir. 0 və 0'ın implikasiyası mənə 0 implikasiyası mənə 1'i qaytarır. 1'in inkarı mənə 0 qaytarır, rəngsizdir. Burada isə deyir ki, hər ikisi olmasın. Ya sadəcə A olsun və ya sadəcə B olsun. Yəni, hər ikisinin kəsişməsi ekvivalentliyin inkarıdır. Baxın, ekvivalentlikdə bura və bura rəngli olur, düzdürmü? Amma bura ilə bura rəngsiz olur. Burada isə əksidir. Ona görə bu ekvivalentliyin inkarıdır. Baxın, yerinə qoysaq da görəsiniz ki, bunu alasınız. Baxın, A ekvivalent B'nin inkarı. Bura 1, 0'dır. Bura 0, 1'dir. Bura 1, 1'dir. Bura 0, 0'dır. Yerinə qoyaq. 1, 0 ekvivalentlik verəcək mənə nəyi? 0'ı. 0'ın inkarı 1'i. Baxın, rənglədi. Keçirik 1, 1. 1, 1'in ekvivalentliyi mənə verəcəkdir 1'i. 1'in inkarı 0. Görürsünüz, rəngsizdir. 0 və 1'in ekvivalentliyi mənə verəcəkdir 0, 0'ın inkarı mənə verəcək 1'i. Bir dəqiqə, 0, baxın, bura rənglidir, ona görə də 0 və 0'ın ekvivalentliyi mənə verəcək 1'i, 1'in inkarı da mənə verəcək 0'ı. Ona görə də bura rəngsizdir. Bax, bunu belə də yadda saxlaya bilərsiniz. Ekvivalentlikdə bilirik ki, bir bura rəngli olurdu, bir də kənar rəngli olurdu. Burada isə tam əksidir. Görürsünüz, orta və kənar boşdur. Deməli, bu ekvivalentliyin inkarı. Biz 38'i etdik. Aha, indi 39'dayım. 39'u kəsmək, mən istəyirəm bunu, bu görüm necə, bu üçündə baxaq, sonra digərinə də baxarıq. Birinci gəlin baxaq. A və B-nin inkarı, A və B-nin inkarı. Deməli, bu ifadə hansı sxemə aiddir, onu istəyir bizdən. A və ya A-nın inkarı və ya B. Baxın, bura 1, 0, 1, 1, 0, 1, burada 0, 0. Baxın, burada əgər bu ifadə uyğun gəlirsə, deməli, bunun diaqramı budur. Baxın, 1 vuraq, 1 vuraq, B. B neçədir? 0. 0'ın inkarı. Üstə gələk. A-mız neçədir? 1. İnkarı. Üstə gələk. B. Yəni 0. Aha, baxaq görək bura 1'i qaytarırmı? Çünki bura rənglidir.
1 və 0-ın inkarı 1-dir. 1 ilə 1-i vuranda bura mənə 1 qaytarır. Bəli, üstə gələk olduğu üçün bura baxmağa ehtiyac yoxdur. Bura mənə 1-i qaytardı. Bu doğrudur. Keçək baxaq buna. 1 və 1-in inkarı, 1 və 1-in inkarı bura 0 olacaqdır. 1-in inkarı 0 və 1 mənə 1-i verir. Bax, bura mənə 1-i qaytarmalıdır. Çünki 1 və burada toplamı var axı. Bura mənə 1-i qaytarmalıdır. Yəni, rəngli olmalıdır. Deməli, bu deyil. Deməli, mənim bura rəngli olmalıdır. Baxın, özümüz də qura bilərik də. Bax, boş bir dənə belə diaqram quracaq. İçini rəngləyəcəm yerinə qoyduqca. Baxın. 1, 0 bu ifadədə mənə 1-i qaytardı. Deməli, bura rənglidir. 1 və 1 mənə bu ifadədə rəngli qaytardı. İndi keçək 0 ilə 1-i yoxlayaq. 0, yox, bura 0, bura 1-in inkarı 0. 0 ilə 0-ın vurması 0 eləyir. Keçdik bura. 0-ın inkarı 1, 1 ilə 0-ın, 1 ilə 1-in toplaması, bax, burada 1, B-dir. 1 ilə 1-in toplaması mənə 1-i qaytaracaq. Deməli, burada rəngli olacaqdır. İndi 0 və 0-ı yoxlayaq. 0, 0-ın inkarı 1. 1 və 0 mənə 0 qaytarır. Toplayaq. 0, 0, 0-ın inkarı 1. 1 və yəni 1 üstə gəl 0 mənə 1-i qaytarır. Deməli, bura mənə 1-i qaytarır. 1 və 0-ın toplaması isə mənə 1-i qaytaracaqdır. Deməli, burada rəngli olmalıdır. Hər biri rəngli olmalıdır. Bir dəqiqə görək, elə bir şəkil varmı burada? Hansını yoxlamadıq ki? Bir dəqiqə, bunu bir daha eləyəcəm. Görüm, hansınsa yoxlamamışıq. Bax, bu mənə bəsdir. Diaqram qurmağım üçün. Deməli, bir dənə diaqramı belə qoyuruq, bir dənə də belə kvadrat yerinə getir. Bura 0, 0-dır, yəni A-da yoxdur, B-də yoxdur. Burada A var, B yoxdur, yəni B 0-dır. Burada A yoxdur, B var, burada hər ikisi var. Birinci 0, 0-dan başlayırıq. 0 vuraq, 0-ın inkarı, üstə gələk, 0-ın inkarı, üstə gələk, 0. Bax, birinci bu ifadə ilə başlayırım. Görün, bu kənar rənglənirmi? Mötərizəni bağlayırıq. 0 ilə 0-ın inkarı 1 eləyir, 0 eləyir, çünki burada 0 var. 0 üstə gələk. 0-ın inkarı 1 eləyir, 1 ilə 0-ın toplaması 1 qaytarır. Deməli, bura 1-i qaytardı. Yəni, bura rənglənir. Buranı rəngləyək. Keçdik 1, 0-a. Yanarımız rənglənibdir. 2 dəqiqə buranı. 1, 0, 1 vuraq, 0-ın inkarı, üstə gələk, 1 inkarı, üstə gələk, 0. Bərabərdir. 1 və 0-ın inkarı 1 eləyir, 1 ilə 1-in vurması 1, üstə gələk, 1-in inkarı 0, 0 ilə 0, 0 eləyir, lakin bura 1 üstə gələk 0 olduğu üçün 1-i qaytarır. Demək, bura rənglənir. Bəlkə də burada doğru cavab yox. Ola bilsin ki, doğru cavab verilməyim. İndi baxaq 1-1 olan hala. 1 və 1-in inkarı, üstə gələk, 1-in inkarı və yəni toplayaq 1. 1-in inkarı 0 eləyir, 0 ilə 1-in toplaması 0 eləyir. 1 eləyir, bir də istəyirəm. Bura 1 eləyir, bu hissə 1 qaytarır, üstə gələk. 1 və 1-in inkarı 0, burada eləyir 0. 0 ilə 1-in toplaması 1-i qaytarır. Baxın, burada rənglidir, amma belə bir cavab yox idi. Ona görə burada ola bilsin ki, cavabda səhvlik var. Mən qoy şəkli çəkim, siz görün. İndi 0 və 1 qalıb bir dənə yoxlamadığım. 0 və 1-in inkarı, üstə gələk, 0-ın inkarı və 1. Bura mənə 1-i qaytarır. Burada toplama olduğu üçün ehtiyac yoxdur buna əslində. 0-dır. 0 ilə 1-in toplaması 1-i qaytarır. Baxın, hər yer rəngli olmalıdır. Amma elə bir cavab yox idi.
Baxın 39'da hər yer rəngli olmalıdır, amma elə bir cavab yoxdur. Aha. 40-a baxaq. Demək, mənim 3 dənəli birləşməm var. Burada isə deyir hansında doğru cavab alır. Gəlin baxaq. Baxın, bura 1-dir, yəni A var, B yoxdur, C yoxdur. Bura 0, A yoxdur, B var, C yoxdur. Burada A yoxdur, B yoxdur, C var. Burada demək A var, B yoxdur, C var. Burada A və B var, C yoxdur. Üçüncü C-ninkidir. Burada isə A yoxdur, B var, C var. Burada isə hər ikisi var. Burada isə heç biri yox. Baxın, bu ifadəni bunlarla yoxlamalıyam. Nə zaman? Deməli, Venn diaqramda hansı birində doğru qiymət. Yəni, rəngli hissəsini soruşur məndən. Hansında rənglənəcəkdir bu ifadə? Gəlin, baxaq, burada özümüz çəkək. Bunun rəngləyək. Baxaq, bəndə belə. Görək, hansını rəngləyəcək. Burada bu cür yazmalıyam. 1, 0, 0. Cavab görək, 1 olsa rəngləyəcəm. 0, 0, 1. 0, 1, 0. 1, 1, 1. 1, 1, 0. Və bunları bir-bir yoxlamalıyam. 0, 1, 1. 1, 0, 1. 0, 0, 0. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8, bəli. Görək, hansında bir cavabı alsaq, bunu düsturumuz isə budur. A ekvivalentdir. B implikasiya C-nin inkarı və topla aynı. Baxaq, 1, 0, A-mız 1'dir, B-miz və C-miz 0'dır, A-mız 1'dir. Yerinə qoyaq. Birinci bilirik ki, toplama yerinə yetirilir. 1 üstə gələk. Da cavab 1 olacaq da. İmplikasiya. İmplikasiya B və C-nin implikasiyası 0'la 0'ın implikasiyası 1'i verir. 1'in inkarı 0 verir. Bura 0'dır. 1 və 0'ın toplaması mənə 1'i verəcəkdir. 1 və 1'in ekvivalentliyi mənə 1'i verəcək. Deməli, bura rənglənir. Bax, 1, 0 olan rənglənir. Deməli, 2 də rənglənəcək. Aha, başqa. 0, 0, 1'ə baxaq. 0, 0, 1 var, bu 7'dir. Baxaq. Demək, mən bunu sildim. Aha. 0, B'miz 0, C'miz 1, A'mız 0. B və C-nin implikasiyası, yəni 0 və 1'in implikasiyası mənə 1'i verir, 1'in inkarı mənə 0 verir. Burası 0 eləyir. 0 və 0'ın toplaması 0 verir. 0 və 0'ın ekvivalentliyi isə, baxın, burada 0, burada 0. Hər ikisinin 0'ın toplaması 0 verir və 0 ekvivalentli 0, 1'i verir. Deməli, bura mənə 1'i qaytarır. Yəni 0, 0, 1, 7 nömrədir. Bax, bu isə mənə 1'i qaytardı. Deməli, 2, 7. 2, 7. Bax, burada 2 yoxdur. Deməli, bu səhvdir. Burada 2 yoxdur. Bu səhvdir. Deməli, baxaq görək bunlardan hansıdır. 0, 1, 0. 0, 1, 0 budur, 4'dür. Gəlin görək, 4 rənglənəcək. 0, B'miz var 1, C'miz 0, A'mız 0. 1 və 0'ın implikasiyası mənə 0 qaytarır. Bilirik ki, yalnızca 1 və 0'ın implikasiyası 0 qaytarır. 0'ın inkarı 1'i. 1 üstə gələk 0 mənə qaytaracaqdır, bu 0. Mənə qaytaracaq 1'i. 0 və 1'in ekvivalentliyi mənə 0 qaytaracaq. Demək, bura rənglənmir. 4 olmaz. Deməli, 4'ü götürə bilmərəm. 4 olanları siləcəm. Deməli, burada cavab Y bəndidir. Davam eləsək, 1-2 dənəsinə baxsaq, görəsiniz ki, hamısında bir cavab alacaq. 1, 1, 1. Baxın. 1, 1, 1, 1. 1 və 1'in implikasiyası 0, 0'ın inkarı 1'i verir.
Daha doğrusu 1 ve 1'in implikasiyası 1'i, 1'in inkarı 0'ı verir. 0 ve toplama 1 mənə 1'i verir. 1 ve 1'in implikasiya ekvivalentliyi mənə 1'i qaytarır. Yəni bura rənglənir orta. Bu 6 nömrədir. 1 1 0 1 1 0. Baxın 3 nömrəni axtarırıq indi. Demək A'mız 1'dir, B'miz 1'dir, C'miz 0'dır. Bak 1 1 0. Deməli A'mız da 1'dir. 1 ve 0'ın implikasiyası 0, 0'ın inkarı 1'i verir. 1 ve 1'in toplaması 1'i verir. 1 ve 1'in ekvivalentliyi isə mənə 1'i verir. Gördünüz, renkləndi burada. Deməli 3 də iştirak eləyəcəkdir. 0 1 1 0 1 1 5'dir. Baxa. 0 1 1 0. 1 ve 1'in implikasiyası mənə verəcəkdir 0'ı, 0'ın inkarı mənə 1 ve 1'in implikasiyası mənə 1'i, 1'in inkarı 0 verir. 0 ve 0'ın toplaması 0 verir. 0 ve 0'ın ekvivalentliyi mənə 1'i qaytarır. Demək 1 0 1 1, yəni 5 nömrəsi də rənglənəcəkdir. 1 0 1 1 0 1 8 nömrədir. Gəlin yoxlayaq. Baxın, bir-bir yoxlayıram, əslində cavabı almışım. 1, 0, 1, 1. 0 və 1'in implikasiyası 1'i, 1'in inkarı 0 verir. 0 və 1'in toplaması 1'i verir. 1 və 1'in ekvivalentliyi isə mənə 1'i qaytarır. Görürsünüz, həmən yer rənglənəcəkdir. 1, 0, 1. Yəni, bax, bu hissəmdə renkli olacaq. Yəni, 8'də iştirak edəcəkdir. Qaldı bir dənə 0, 0. 0, 1, 1'i yoxlamışam. 0, 1, 1'i yoxlamışam, rəngləməmişəm. İndi 0, 0'ı yoxlayaq. 0, 0, 0, 0. 0, 0 mənə verəcəkdir. 1'i, 1'in inkarı mənə verəcək 0'ı. Toplayanda 0 ilə 0 verir. 0 ilə 0'ın ekvivalentliyi də mənə 0'ı 1'i qaytaracaqdır. Yəni burada rənglənəcək. Bu isə 1 nömrədir. 1, 2, 3, 5, 6, 7, 8. Y bəndi. Bir də ondandır. Eynisidir. Yenə burada da biz rəngləmə ilə tapa bilərik. Gəlin yerinə qoyaq. 1, birinci 0, 0, 1, 0, 0, 0, 1, 0, 0, 0, 1, 1, 1, 1, 1, 0, 1, 1, 0, demək 0, 1, 1, 1, 0, 1, 0, 0, 0. Aha. Demək 1, 0, 0 yerinə qoyaq. 1, düsturumuz nədir? A, üstə gələk. B'nin inkarı, implikasiya, C və B. 1, 0, 0, 0. 1 və 0'ın toplanması 1'i, 1'in inkarı mənə 0'ı qaytarır. 0 implikasiya 0 və 0, 0 verir. Burada mənə 1'i qaytarır. Deməli, 1, 0, 0 rənglənir. Yəni, 2'ni götürürük. İndi 1, 1, 0'ı yoxlayaq. 1, 1, yəni B'lər, A'lar 1, C 0'dır. 1 və 1'in toplaması 1, 1'in inkarı 0 verir. 0 və 1, 0 verir. 0 ilə 0'ın implikasiyası 1'i verir. Yəni 3 də rənglənir. 0, 1, 0. Yoxlayaq. 0 ilə 1'in toplaması 1'i, 1'in inkarı 0 verir. 0 ilə 1'in vurması 0, 0 implikasiya 0, 1'i qaytarır. Yəni 4'ü də götürəcəm. 2, 3, 4 var. Deməli,
Baxın, mənə doğru istəyir. Bu deyil. Çünki burada 2 yoxdur, burada 4 yoxdur. Burada 2 yoxdur. Deməli 2, 3, 4, 2, 3, 4 hələ ki burada var. 1-i yoxlasaq bilərik. Çünki burada 1 yoxdur. Gəlin 1-i yoxlayaq. 0, 0, 0-dır buranın qiyməti. Yəni, baxın, variant eləməklə də bunu tapmaq olur. 0, 0, 0, 0. 0 və 0 mənə 0 verəcək. 0, 0-ın üstə gəlmə toplaması 0, 0-ın inkarı 1-i verir. 1 implikasiya 0 mənə 0 qaytarır. Yəni, rənglənmir. Həqiqətən də 1 iştirak eləyə bilməz. Deməli, 2, 3, 4, 5, 6, 8-dir. 5, 6, 8-i artıq yoxlamağa ehtiyac yoxdur. Bu deməli düsturlarımızdır. Aşağıdakı məntiqi bərabərlik hansı qanunu ifadə edir? X üstə gələk Y bərabər Y üstə gələk X. Təbii ki, bu yer dəyişmədir. X üstə gələk Y üstə gələk Z. İndi isə bunu qruplaşdırdı. X-in üstünə Y gəldi, sonra üstünə Z gəldi. Bu isə X-i həm Y-ə vurdu, həm Z-ə vurdu və buradakı işarəni saxladı. Bu isə qruplaşdırma, yox, qruplaşdırma paylama olacaq. Bu da paylamadır. Aha. Demək, və hansı qanunu ifadə edir? Aha. X üstə gələk Y-in inkarı bərabərdir. X vur Y inkarına. Təbii ki, bu De Morgan qanunudur. Məntiq və hansı qanundur? X üstə gələk X-in axırda bərabərdir. Yenə X alırsa, bu eyni gücdür. Yəni, eyni gücdür. Bu isə 2 qat inkardır. Yəni, baxın, 2 qat inkardır. X-i inkar eləyir, sonra 1 inkar eləyəndə özünü verir. Məsələn, 1-dirsə, 1-i inkar eləyir. 0 alır, 0 bir də inkar eləyir, yenə 1 alır. Demək, sadələşdirin deyir, nədir burada? A vuraq, B üstə gələk C-nin inkarı. Bu olacaq A-nın inkarı, vurma olacaq inkar olunanda üstə gələk. B inkarı, üstə gələk olacaq vurma C-nin inkarı. Demək, A-nın inkarı, üstə gələk B-nin inkarı, üstə gələk B-nin inkarı, vuraq C-nin inkarı. A-nın inkarı, üstə gələk B-nin inkarı, vuraq C-nin inkarı. Bəli. Nəticəsi doğru olar. Deməli, burada hansı deyil qiymət olanda bu ifadənin nəticəsi doğru olur. Deməli, bura mənə 0 qaytarmalıdır. 0-ın inkarı da mənə 1-i qaytarmalıdır. Aha, gəlin baxaq. X, ümumiyyətlə, bunun inkarı bilirik ki, budur. X kiçikdir 4. Üstə gələk, X böyükdür 4-ün inkarı. X kiçikdir 4 deyildir. Yəni 4-dən kiçik deyil. Deməli, ya bərabərdir, ya böyükdür. Bu isə toplama olacaq vurma və, yəni vurma və deməkdir. X böyükdür 4 yox, kiçikdir bərabərdir 4 olacaqdır. Deməli, 4-dən böyük və 4-dən kiçik bərabər hansı ola bilər? Yalnızca 4 ola bilər də. Baxın, 4-dən böyük mən 5-i versəm, 5 bunu ödəməyəcək axı. Mən vədisə və doğru olması üçün hər ikisi də bir qiymətini almalıdır. Ona görə burada cavab 4-dür. Gəlin yerinə qoyaq. 4 kiçikdir 4-dən. Xeyr, bura 0. 4 böyükdür 4-dən. Xeyr, burada 0. 0 və 0-ın toplaması mənə 0 qaytarır. 0-ın inkarı mənə 1-i qaytarır. Baxın, cavab 4-dür. İndi başqa hansısa bir qiyməti qoysaz, görəsiniz ki, cavab almayacaqsınız. Məsələn, 2. 2 kiçikdir 4-dən, bəli, 1. Üstə gələk. 2 böyükdür 4-dən, xeyr. 1 ilə 0 mənə verəcək 1-i, 1-in inkarı mənə 0 verəcək. Görürsünüz, 2 ödəmədi.
3 kiçikdir 4-dən, bəli, 1. 3 böyükdür, xeyr, 0. Yenə mənə 0-ı qaytaracaq. 4 ödədi, 5 kiçikdir 4-dən, xeyr, 5 4-dən böyükdür, bəli, 0 ilə 1-in toplaması 1 qaytarır, 1-in inkarı 0 verir. 6 da bu şərti ödədiyi üçün 1 qaytaracaq, burada toplama olduğu üçün 1, 1-in inkarı 0. Deməli, sadəcə 4 ödəyəcək. Yəni, istəsəniz yerinə qoyub da tapa bilərsiniz, istəsəniz məni kimi düz durunu çıxardıb tapa bilərsiniz. Yenə doğru qiymət istəyir. X böyükdür 3-dən. Deməli, 3-dən böyük olmalıdır və həm 3-dən böyük olmalıdır. Yəni, 3-dən böyük. Yəni, 4, 5, 6, bu cür müsbət sonsuzluq. Və 5-dən də kiçik olmalıdır. Deməli, 3-lə nə aralıq olmalıdır? 5 aralığı. Amma 3 ilə 5-i ala bilməz. 3-dən böyük olmalıdır. 5-dən kiçik olmalıdır. Deməli, bu 4-dür da yenə də. 3-dən böyük, 5-dən kiçik. Bu 4-dür. İndi yerinə qoyub da tapa bilərsiniz. Baxın, 5 böyükdür 3-dən. Bəli, bura 1 verir. 5 kiçikdir 5-dən. Xeyr, bura 0 verir. 1 ilə 0-ın vurması 0 qaytarır. Deməli, 5 deyil. 2 böyükdür 3-dən. Xeyr, 0. Burada vurma olduğu üçün deməli, bura nə o ödəsə belə cavab 0 olacaq. 3 böyükdür 3-dən. Xeyr, bura 0 olduğu üçün və olduğu üçün burada 0 qaytaracaq. 6 böyükdür, bəli. 6 kiçikdir, xeyr. Bir dənə 0 oldu və vurma olduğu üçün 0 qaytarır. 4 böyükdür, bəli. 4 kiçikdir 5-dən, bəli. Hər ikisi də 1 olduğu üçün vurma mənə 1-i qaytarır. Cavab D. Doğru qiymət alması üçün bura mənə 0 qaytarmalıdır. 0-ın da inkarı 1. Və yaxud da bu cürdə yerinə yetirə bilər. Ya belə yerinə qoymalıyıq və yaxud da düsturunu çıxartmalıyıq. X kiçikdir 2-dən deyil deyir, inkar elə. Deməli, X 2-dən kiçik deyilsə, X ya böyükdür, ya bərabərdir. Toplamanın inkarı vədir, yəni vurmadır. X 4-dən böyük deyil deyir. Çünki inkar edir. X 4-dən böyükdürsə, onun inkarı X 4-dən böyük deyil. Yəni, ya kiçikdir, ya bərabərdir. Aha, onda bu hansı rəqəmlər ola bilər? 2 ola bilər, 2-dən böyük ola bilər və 4 olub 4-dən kiçik ola bilər. Deməli, 2, 3, 4. 2, 3, 4. Yalnızca bu ödəyəcək. Yenə də deyirəm ki, yoxlaya bilərsiniz. Düstur çıxartmadan da bunu əgər düstur çıxarda bilmirsinizsə bu cür inkardan yerinə qoyun. 5 kiçikdirmi 2-dən? Xeyr, bura 0 verir. 5 böyükdürmü 4-dən? Bəli, 1 ilə 0-ın birləşməsi, yəni toplaması 1-i, 1-in inkarı mənə 0 qaytarır. Amma mənə deyir ki, 1 qaytarsın. Deməli, 5 ola bilməz. Bax, 5 ola bilməz. Baxın, gördünüz, 5-lər getdi. Geridə sadəcə 2, 3, 4 qaldı. Burada birincilə yalan qiymət istəyir məndən. Deməli, burada cavab 0 olmalıdır. Burada isə məndən yalan yenə də cavab 0 olmalıdır. İmplikasiya nə zaman yalan olur? 1, implikasiya 0 olanda 0 qaytarır. Deməli, bura mənə 1-i qaytarmalıdır. Bura 0-ı qaytarmalıdır. Deməli, cavab x böyükdür 4 ifadəsi ola bilməz. Çünki 0 qaytarmalıdır. Onda x nə olmalıdır? 4-dən böyük yox, kiçik və yaxud da bərabər ola bilər. Deməli, 4-dən kiçik və bərabər qiymətlər. 4-dən böyük qiymət ola bilməz. Deməli, 5 ilə 6 ola bilməz. 4 və ya 4-dən kiçik qiymətlər. 4 olmalıdır, yəni 4 ola bilər. Gəlin, görək burada hansı qiymətləri istəyir? X 3-dən deyir, kiçik olsun, amma inkar edir. X 3-dən kiçik olmasın, yəni 3-dən böyük və bərabər. 2 dəqiqə. 3-ə bərabər ola bilər və böyük ola bilər. Və, yəni toplamanı inkar eləyir, və deyir. Və 6-dan böyük olmasın, yəni 6-dan kiçik və bərabər. Kiçik və bərabər. X 6-dan kiçik və bərabər.
Deməli, x 3-dən böyük bərabər 3, 6-dan isə kiçik bərabər olmalıdır. 3, 6. Burada isə mənə dedi ki, 4-dən kiçik bərabər olsun. Deməli, 6-nı götürə bilmərəm. Deməli, 3, 4, 5, 6 idi burada. Amma burada da mənə deyir 4-dən 4-ə bərabər və 4-dən kiçik. Deməli, 5-dən 6 ola bilməz, 3-dən 4 olacaq. Burada da cavab. B bəndi. Başqa bunu necə edə bilərəm? Təbii ki, yerinə qoyub da tapa bilərəm. Bu cür çıxarda bilmirsinizsə, yerinə qoyun. Sadəcə bilin ki, siz nə zaman yalan alırsınız. Bax, bu ifadə olmalıdır. 2 kiçikdir 3-dən. Bəli, bura 1 verdi. 2 böyükdür 6-dan. Xeyr, bura 0 verdi. 1 və 0-ın birləşməsi mənə 1-i verir. 1-in inkarı 0-ı verir. Aha, ola bilməz. Görürsünüz, 0 implikasiya nə olur olsun. Burada 0 və yaxud da 1 fərqi yoxdur. Bura mənə 1-i qaytaracaq. Məndə bura mütləq 1 olmalıdır. Deməli, 2 ola bilməz. 2 ola bilməz. 3 ilə 4 cavabımızdır, sonra yoxlayarıq. Gəlin mənfi 3-ə baxaq. Mənfi 3 kiçikdir 3-dən, bəli. Mənfi 3 böyükdür 6-dan, xeyr. 1 ilə 0-ın birləşməsi 1-i, 1-in inkarı 0 verdi. Yenə mənə birinci tərəfim 0 qaytardı. Ancaq məndə birinci tərəf 1 olmalıdır. Bu da deyil, mənfi 3 ola bilməz. 5 baxaq. 5 kiçikdir 3-dən, xeyr. 5 böyükdür 6-dan, xeyr. 0 ilə 0, 0 verir, 0-ın inkarı 1. Bəli, buranı ödədi. İndi keçək bu digərini yoxlayaq. 5 böyükdür 4-dən, bəli 1. 1 ilə 1-in implikasiyası 1 qaytarır. Amma mənə deyir 0 olsun. Deməli 5 də ola bilməz. 3 ilə 4-ə baxaq. Bunlar ola bilməz. 3 kiçikdir 3-dən, xeyr. 3 böyükdür 6-dan, xeyr. 0 ilə 0-ın inkarı mənə 1-i qaytardı. 3 böyükdür 4-dən, xeyr. 1 və 0-ın implikasiyası 0 verir. Bu 3 ödədir. Keçdik 4-ə. 4 kiçikdir 3-dən, xeyr. 4 böyükdür 6-dan, xeyr. 0 ilə 0-ın birləşməsi 0-ı, 0-ın inkarı 1-i qaytardı. 4 böyükdür 4-dən, xeyr. 0, 1 və 0-ın implikasiyası 0-ı qaytarır. Bura B-bəndi. Yalan qiymət istəyir, yenə məndən 0 istəyir. Demək, yerinə burada qoyub tapaq, sonra düsturu çıxardaq. 4 böyükdür 3-dən, bəli, 1 və 4 kiçikdir 7-dən, bəli. 1 ilə 1-in vurması mənə 1-i verir, 1-in inkarı mənə 0 verir. 4 böyükdür 5-dən, xeyr, 0. 0 ilə 0-ın üstə gəlməsi, toplanması 0-ı qaytarır. Cavab da 0 istəyirdi. Demək, 4 ola bilər. 5-i yoxlayaq. Deməli, burada 4 yoxdur, burada 4 yoxdur. Ancaq 4 cavabımızda var. Deməli, ya budur, ya budur, ya da budur. Burada 2 dənə 3, 4 var. Burada nəsə yanlışlıq var. 5-ə baxaq. 5 böyükdür 3-dən. 5 böyükdür 3-dən, bəli. Vuraq. 5 kiçikdir 7-dən, bəli. 1 ilə 1-in vurması mənə 1-i qaytarır. 1-in inkarı mənə 0 qaytarır. 5 böyükdür 5-dən, xeyr, 0. 0 ilə 0-ın birləşməsi, yəni toplaması 0 qaytarır. Elə cavab burada 4, 5-dir. İndi gəlin düsturu çıxardaq, yəni daha doğrusu ədəd qiyməti tapmağa çalışın. Gəlin görək bizdən nə istəyir. Deyir ki, x 3-dən böyük olmasın, inkar elə deyir. Deməli, 3-dən böyük deyilsə, nədir x? 3-dən kiçik və bərabər. Kiçik və bərabər. Aha, 3-dən kiçik və bərabər. Yəni, böyük ola bilməz. Və ya, x 7-dən kiçik olmasın deyir. Yəni, inkar eləyir axı. Deməli, 7-dən böyük və bərabər ola bilər. 7-dən böyük və bərabər ola bilər. Yəni, x böyükdür, bərabərdir 7-dən.
Deməli, ya 3-dən kiçik rəqəmlər olmalıdır, ya 7-dən böyük rəqəmlər olmalıdır. Aha. Daha sonra nə istəyir? Burada isə mənə deyir ki, və ya 5-dən amma mənə deyir ifadə yalan qiymət alsın. Yalan qiymət alması üçün bura 0 olmalıdır. Yəni, və ya daxı bura 0 qaytarmalıdır. Və ya deyir mənə, x 5-dən böyük olmasın. Yəni, yalan olmalıdır ki, bura 0 qaytarsın. X onda 5-dən böyük olmayanda hansı olacaqdır? X 5-dən kiçik və ya bərabər. Onda deməli, x 5-dən kiçik bərabər hansı qiymətlər var? 5, 4, bax bu ifadə ola bilər. 5-dən kiçik olmalıdır və yaxud da bərabər. Və ya olduğu üçün burada tam dəqiq deməli qiymət çıxarda bilmədik. Ona görə yerinə qoyub tapmaq daha yaxşı oldu burada. Və ya olur deyə ona görə. İndi keçək 54, 55, 56-ya. Sadələşdirək burada. Demək, A, mən burada riyazi ifadə ilə yazacağam, vuraq. A vuraq, A-nın üzərinə gəl, B-nin inkarı, vuraq, A üstə gələk, B. Bərabərdir. Bunu açaq, A vuraq, A-nın inkarı, vuraq, B-nin inkarı, De Morgan qanununa görə, vuraq, baxın, bu ifadəni vuracaq, A üstə gələk B-yə. Onda bunu A-ya vuranda eləyəcək A, üstə gələk. Bunu, bu ifadəni B-yə vuranda, yəni bunu B-yə vuranda A vuraq A-nın inkarı, vuraq B-nin inkarı, vuraq B. Bax, bu cür qiymət alırıq. Aha. Buradan da biz, demək, sadələşdirək. Buradan da biz bilirik ki, A və A-nın inkarı mənə 0 verəcəkdir. Vurmada, toplamada 1 verir, vurmada 0 verir. Deməli, burada da vurma olduğu üçün bura mənə 0 qaytarır. Burada da B və B-nin inkarı, A və A-nın inkarı hər biri 0 verdiyi üçün 0 qaytaracaq. Cavab 0 deməlidir. Şimdi 55'e baxaq. A 55. A üstə gələk. A üstə gələk. B-nin inkarı. Vuraq. A üstə gələk B. A üstə gələk. A-nın inkarı. Vuraq. B-nin inkarı. Vuraq. İndi baxın, bunu vuracam bunun hər birinə. Bir dəfə A-ya vuracam. Üzərinə gələk. A-nın inkarı vuraq. B-nin inkarı vuraq B-yə. Baxın, bu üstə gələk yerində qalır. Bərabərdir. A və A-nın inkarı, bax, burada. Belə bir yer dəyişmədir də. A və B-ni bura gətirir. A və A-nın inkarını birləşdirir. Verəcək mənə 0. 0 da B-nin inkarına vuranda 0 eləyir. B və B-nin inkarı 0 verir. 0-ı da A-nın inkarına vuranda 0 eləyir. Deməli, A üstə gələk 0. Bu neçə idi? 55. A və A-nın inkarı mənə 0, 0 üstə gələk 0. Aha, bu da mənə qaytaracaq A-nı. B-bərdir. 56-ya. Aha, A üstə gələk. A-nın üstə gələk. B-nin inkarı üstə gələk. B vuraq
A vuraq B-nin inkarı. Bax, bunu bu cür mən yazıram, riyazi ifadə ilə daha rahat olur. A üstə gələk A-nın inkarı, vuraq B-nin inkarı, üstə gələk B vuraq A-nın inkarı, üstə gələk B-nin inkarı. Amma bu, təbii ki, burada mötərizədədir. Çünki bu açılışı bu eləyir. Bərabərdir. Bərabərdir. Burada mən bunu mötərizə xaricinə çıxarda bilmirəm. A üstə gələk. A üstə gələk. A-nın inkarı vuraq B-nin inkarı. Üstə gələk. B vuraq A-nın inkarı. Üstə gələk B-nin inkarı. Gəlin bunları biz yazaq. A üstə gələk A-nın inkarı vuraq B-nin inkarı. Üstə gələk B vuraq A-nın inkarı. Üstə gələk B vuraq B-nin inkarı. Bura mənə 0 verəcək. Buradan mən A-nın inkarını mötərizə xaricinə çıxardacağım. Gəlin bu aşağını təmizləyək. Dəstək edərdim. Mötərizə xaricinə buradan baxın, A-nın inkarını çıxardanda burada qalır. A yerində qalır. A-nın inkarını mötərizə xaricinə çıxardanda B-nin inkarı üstə gələk B qalır. Üstə gələk 0. Bərabərdir. B və B-nin inkarına 1'i verir. Bir də A-nın inkarına vuranda A-nın inkarı qalır. Yəni A üstə gələk A-nın inkarı üstə gələk 0. Bilirik ki, A və A-nın inkarı bizə 1 verir. 1'in də üstünə 0 gələndə 1'dir. Deməli, burada A bəlir. Diqqətli buna baxarsınız. Nə demək istəyirəm? Demək, burada B vuraq B-nin inkarı üstə gələk. Üstə gələk. A vuraq A-nın inkarı üstə gələk. B vuraq B. Aha. Bax, belə olanda daha rahat görür insan. Baxın, B və B-nin inkarı mənə 0 verir. A və A-nın inkarı 0 verir. B və B isə vurması mənə B-ni verir. Deməli, burada nə olacaqdır? Hər birinin bura 0, 0, 0 üstə gələk. 0 üstə gələk B. O da eləyəcək B. C bəndi. Baxaq buna. A-nın inkarı üstə gələk. B vuraq. A-nın inkarı üstə gələk. A-nın inkarı üstə gələk. B vuraq. B-nin inkarı. Bunu açıram. Vuraq. A-nın inkarı. Təbii ki, burada belə mötərizədir, amma fərqi yoxdur. Vurmaq çünki. Demək, burada A-nın inkarını mötərizə xaricinə çıxardanda qalacaqdır 1 üstə gələk B. Burada isə B və B-nin inkarı mənə 0 verir. 0 A-nın inkarına vuranda 0 qalır. 1 və B-nin toplanması da 1'i verir. Demək, A-nın inkarı vuraq 1 üstə gələk 0. O da verəcək mənə A-nın inkarını. Demədim. Artıq bitiririk. Şimdi də bir deyəcəm, bitsin. Demək, ifadəni sadələşdirək. A üstə gələk B-nin implikasiyası. A inkar üstə gələk A. Bilirik ki, A-nın inkarı üstə gələk A. Birinci toplama yerinə getirilir. Bizə qaytaracaq 1'i. Deməli, A üstə gələk B-nin implikasiya 1. Bu da təbii ki, implikasiya düsturuna görə nə zaman yalnız yalan olur? 1, 0 olan halda yalan olur. Qalan hallarda doğru olur. İndi məndə bura 1 alıbdır. Baxın, 1.
1. Hər ikisində də burada 1 olan halda nə qaytarır mənə? 1-i. Deməli, burada cavab 1 olacaq. Yəni, buranın önəmi yoxdur. Bura 0 da alsa, bunun cavabı 1 olacaq. Bura 1 də qaytarsa, bunun cavabı 1 olacaq. Ona görə 59-da cavab A bəndi. A üstə gələk. B vuraq. A ekvivalentdir. A inkarı üstə gələk. B vuraq A-nın inkarı. Aha. Birinci vurma yerinə yetirilir. Gəlin burada baxın, mötərizə xaricinə mən çıxarda bilərəm bunu. Çünki ən sonda bu yerinə yetiriləcək. Burada isə A-nın inkarını mötərizə xaricinə çıxardaram. 1 üstə gələk B. Bu yerində qalır. A-nın inkarı 1 üstə gələk B. Aha. Gəlin baxaq. 1 üstə gələk B mənə 1 qaytaracaq. Burada 1 qaytaracaq. Olacaq A vuraq 1. Eləcə A ekvivalentdir. A-nın inkarını 1-ə vuranda A-nın inkarı qalır. Təbii ki, A və A-nın inkarı heç vaxt mənə ekvivalentlikdə 1 qaytara bilməz. Çünki biri inkar edir axı. A-nın inkarı eyni olmalıdır. Deməli, bura mənə qaytaracaq 0-ı. Deməli, 60-da D bəndi. 61'e də baxaq, yekunlaşdıraq. A inkarı vuraq A. Ekvivalentdir. A-nın inkarı üstə gələk. B vuraq A-nın inkarı. Aha. A və A-nın inkarı vuranda mənə 0 qaytarır. İndi bura baxaq. A-nın inkarını mötərizə xaricinə çıxardırıq. 1 üstə gələk B qalır. 1 üstə gələk cümləyi yanlış eləməmişəm ki. A 0 bura 1 verəcək. İşte baxın. A-nın inkarı demək. A-nın inkarı üstə gəlir. Burada A-nın inkarını qoymamışam. Aha, bir daha baxaq. Demək, A-nın inkarı və A-nın inkarı bilir ki, hər ikisi eyni olanda özünü qaytarır. A-nın inkarı. Çünki baxın, 1-dirsə, 1-in inkarı 0, 1-in inkarı 0, 0, 0-a vuranda 0 eləyir. 0-dırsa 0-ın inkarı 1, 0-ın inkarı 1, 1-1-ə vuranda 1 eləyir. Yəni, A-nın inkarı özünü qaytarır. Ədədin özü eləyir. Deməli, burada neçə alacaq? 1 üstə gələk B mənə qaytaracaq 1-i. 1-i də A-nın inkarına vuranda A-nın inkarı eləyir. Yəni, A-nın inkarı ekvivalentdir A-nın inkarı. Eyni ifadə olduğu üçün burada mənə 1-i qaytaracaqdır. Burada da 61-də A bəndi. Bu qədər. Sağ olun, sağlıqla qalın.